Sabahınız xeyir, xoş gördük bir daha siz əziz tamaşaçılarımız və bizim proqramımız davam edir. Bu dəqiqələrdə maraqlı bir mövzu ətrafında söhbət olacaq. İnternet folklorundan danışacağıq. İnternet folkloru nədir? Müasir dövrdə folklorun internet janrıdırmı adlandıraq, yoxsa necə adlandıraq? İnternet mühitində meydana gəlmiş. Meydana gəlmiş folklor nümunələri. Bax, bu cür adlandırırıq. Qonağımız daha ətraflı məlumatı indi bizə təqdim edəcək. Bizimlə həmin söhbət olacaq. Filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Təşəkkür edirəm. Artıq biz neçənci dəfədir ki, Azərbaycan Dövlət Televiziyasında internet folkloru ilə bağlı müzakirələr aparırıq. İlk növbədə mən bu mövzuya diqqət yetirdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Siz doğru vurguladınız. Əslində internet mühitində, yəni hal-hazırda virtual kommunikativ mühitdə meydana gələn folklor nümunələrindən söhbət gedir. Mən əvvəlcə bu mövzu barədə məlumat verməzdən əvvəl mən istərdim ki, folklor materiallarının illər boyu real mühitdə, yəni babalardan, nənələrdən, lap gənc nəsildən toplanmış folklor materiallarının rəqəmsallaşdırılması məsələsindən danışmaq istərdim ilk növbədə. Çünki internet folkloru məsələsinin ilk qaynağı, ilk nöqtəsi məhz rəqəmsal folklor məsələlərindən başlayır. Qeyd etdiyimiz kimi, illərlə arxivləşdirilmiş, toplanmış folklor materialları rəqəmsal formata gətirilir. Müasir informasiya, kommunikasiya texnologiyalarının imkanları ilə internet mühitinə daxil edilir. Belə bir şəraitdə bu bir tərəfdən milli mənəvi dəyər daşıyıcısı olan folklor resurslarının qorunması, yəni onların folklor informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi isə digər tərəfdən həmin folklor materiallarının 100 illərin, 1000 illərin yaddaşına həkk eləmək, saxlamaqdır. Çünki insan faktoru ilə bağlı olan folklorun insan yaddaşı ilə, onun o az, məhdud ömrü ilə bitib getməsi kimi bir problem var. Buna görə də bugün müasir informasiya, kommunikasiya texnologiyaların imkanları hesabına folklor materiallarının arxivləşdirilməsi, rəqəmsallaşdırılması, onun internet mühitində daxil edilməsi və ondan elmi tədqiqat məqsədləri ilə müəyyən bir proqram təminatı tətbiq etməklə elmi tədqiqat məqsədi ilə araşdırmaq mümkündür. Yəni, bugün hər vaxt dediyimiz o söhbət internet folklorundan getmir. Bizim bildiyimiz adi folklor nümunələrdən gedir ki, hansını ki siz deyirsiniz ki, onlar internet mühitindən çıxarılır. Yəni, onlar elektronlaşdırılır, təqdim olunur. Onu tamaşaçılar hardan əldə? Gənc nəslə də ötürə bilərik və yaxud da öz evladımıza indi onun müxtəlif nümunələrini analar, nənələr söyləyə bilərlər. Bəli, təbii ki, bununla bağlı kifayət qədər resurslar var. İlk növbədə mən Milli Elmlər Akademiyasının Folklor İnstitutunun folklor.az domenində olan mənbəni deyə bilərəm və orada kifayət qədər, bu günə qədər toplanmış yüzlərlə cildlərlə orada folklor materialları var. O materiallardan istifadə eləmək olar. Ancaq bugünkü bizim mövzumuz məhz internet mühitində meydana gələn folklor materiallarıdır. Burada məsələnin iki aspekti var. Biri rəqəmsallaşdırılan folklor nümunələrdir, yəni elektron formata gətirilmiş və internet mühitinə daxil edilmiş folklor nümunələri. Biri isə məhz virtual kommunikasiya şəraitində yaranan folklor nümunələri. Əgər biz bəşər inkişafının tarixinə baxsaq, görərik ki, müxtəlif informasiya inqilabları olub. Yazının meydana gəlməsi, kitab çapının meydana gəlməsi, elektrikin kəşfi və internetin meydana gəlməsi. Bu informasiya inqilablarının hər biri kommunikasiyanın inkişafına mühüm təsir edib. Kommunikasiyanın inkişafı isə folklorun o lokallıqdan daha böyük məsafələrə, qloballığa gedib çatmasına imkan yaradıb. Bugün insanların vaxtının çoxu daha çox onlayn mühitdə, virtual mühitdə keçir və belə bir şəraitdə insanlar arası ünsiyyətin əsas prioriteti kimi virtual kommunikativ mühitin olması yeni bir mədəni mühitin meydana gəlməsinə səbəb olub. Heç təsadüfi deyil ki, tədqiqatçılar internet mühitini texnoloji mühit yox, texnokulturoloji mühit deyirlər. Yəni bu bir tərəfi texnologiyadırsa, yəni İKT təminatıdırsa, digər tərəfdən də burada insanların ünsiyyəti, insanların ən müxtəlif emosiyalarının, gündəlik həyat şəraitindən, gündəlik həyat məişət məsələlərindən tutmuş, ən müxtəlif digər məsələlərə qədər internetdə müzakirə olunmasına, onun belə bir dövriyə gətirilməsinə gətirib çıxarır. Bəli, Hikmət müəllim. Düzgün buyurdunuz ki, hazırda bir çoxlarımız vaxtımızın daha çoxunu biz internetdə daha çox belə sosial deyək, virtual formanda keçiririk və məhz folklorun internetə daxil edilməsinin yolu da dediniz sosial virtual kommunikasiyadır. Sözsüz ki, elm texnologiyanın inkişafı kommunikasiya imkanlarımızı daha da genişləndirir. Məhz kommunikasiya folklor arasındakı əlaqə nədir və məhz bu əlaqənin bizim folklora təsiri nədir?
folklordakı dəyişikliklər hansılardır? Çox gözəl məqama toxunursunuz. Əslində qeyd etdiyim informasiya inqilabları məhz kommunikasiyanın lokallıqdan qloballığa doğru inkişafını göstərir. Əgər bir dövrlər folklor mətni bir kəndlə, bir qəsəbə ilə məhdudlaşırdısa, şəhərlərin inkişafı, şəhər sənayeləşmənin inkişafı onu daha böyük formata, şəhər mühitinə gətirib çıxardı. İnternetin meydana gəlməsi isə, yəni kommunikasiya imkanlarının daha geniş qloballaşması isə onu daha böyük formata gətirdi. Heç təsadüfi deyil ki, bugün Azərbaycan dilli virtual məkanda, istər Facebook olsun, istər Twitter ya Instagram, istifadəçilər, yəni Azərbaycanlılar öz folklor materiallarını, özünün düşüncəsini məhz həmin folklorik modellərdə, yəni o texnoloji mühitin imkanları hesabına yaradırlar. Əgər biz konkret nümunələrə keçsək, ki, tamaşaçılarımız üstündə aydın olsun. Məsələn, biz dəfələrlə vurğulamışıq ki, bugün müasir bizim internet mühitində Azərbaycan folklorunun ən mühüm o qlobal informasiya şəbəkəsindən gələn obrazlarından. Heç təsadüfi deyil ki, Albert Einstein bizim milli folklor obrazımız deyil. Ancaq o, bizim milli folklor obrazlarımızdan olan Molla Nəsrəddin, Dədə Qorqud formatında olan faktlarla ortaya çıxır. Özdə bu sosial həyatın, gündəlik həyatın ən belə aktual, ən operativ reaksiyalarında olur. Hər mövzuya aid yəqin ki, internet folklorun belə bir xüsusiyyəti var. Onu şifahi şəkildə təqdim eləmək bir qədər çətindir. Çünki o vizual effektlərlə hesablanır və vizual effektlərə uyğun hazırlanır və CAPS deyilən nümunələr var ki, şəkillər üzərində yazılar. Həmin o yazılar meydana gəlib. Məsələn, mən sizə bir neçə faktlar deyə bilərəm. Hamımıza bəllidir ki, bizim min illərin yaddaşından süzülüb gələn Molla Nəsrəddin obrazımız var. Bu obrazın mahiyyətində bir komiklik, ironiklik, gerçəkliyə bir ironik yanaşma var. Bu faktlar tarixən toplanıb, arxivləşdirilib, ancaq eyni zamanda virtual mühitdə də yeni, müasir şəraitə uyğun nümunələr meydana gəlir. Məsələn, mən bir fakt deyim. Təsvir olunur ki, bir gün Molla Nəsrəddin bazara gedir və soruşur ki, kartofun qiyməti neçəyədir? Deyirlər 4 manat. Soruşur soğanın qiyməti neçəyədir? Deyirlər Molla, sənin üçün 3 manat, 4 manat. Növbəti pomidorun qiymətini deyirlər Molla, sənin üçün 4 manat. Molla şübhələnir ki, bu nə məsələdir, mənim üçün niyə deyirlər? Çəkilir bir kənarda gözləyir. Görür ki, başqa bir xanım yaxınlaşanda soruşur ki, kartofun qiyməti neçədir? Deyirlər 2 manat. Molla deyir ki, bəs necə oldu? Mənim üçün 4 manat, onun üçün 2. Deyirlər Molla, sən o nəqd alırsan, kreditlə alırsan. Ona görə sənə 4 manat, ona 2 manat. Yəni, bu əslində bugünün reallığı həm alış-verişin, həm nəqd yolla, həm kredit yolla aparması ki, görün bu hansı formada Molla Nəsrəddinin dili ilə təqdim olunur. Yaxud başqa bir nümunə, bizim klassik folklorumuzun milli mənəvi dəyərlərimizin lap belə ən müdriklərindən olan Dədə Qorqud obrazı. Dədə Qorqudla bağlı virtual mühitdə yaranan bir folklor nümunəsinə baxaq. Məlumdur ki, Dədə Qorqud elin ağsaqqalıdır, Oğuz elində igidlərə ad verəndir və o ad vermənin mahiyyəti nə ilə bağlıdır? Dədə Qorqud daha çox baş kəsib, qan tökən, igidlik göstərən şəxslərə ad verir. Təbii ki, bugünün şəraitində, bugünün əxlaqi, etik prinsipləri, fəlsəfi konseptləri baxımından baş kəsib, qan tökmək, belə bir qəhrəmanlıq göstərib, fiziki cəsarət göstərib, qəhrəmanlıq göstərmək bir qədər bugünün əxlaqi, etik dəyərlərinə uyğun gəlmir. Ümumiyyətlə, dövrü ilə uyğun gəlmir. Dövrü ilə uyğun gəlmir. Belə bir bəşəri humanitar dəyərlərin mövcud olduğu şəraitdə, bəs bu obraz hansı şəkildə özünü göstərə bilər? Heç təsadüfi deyil ki, virtual kommunikativ mühitdə belə bir təsvir var. Bir gün təsvir olunur ki, bir gün bir kənddə bir cavan oğlan buğanın başını kəsir. Biraz keçir başqa bir malqaranın və başlayır kənddə nə qədər malqara var, başını kəsir. Bu Dədə Qorqudu çağırırlar ki, bəs zəhmət olmasa gəlin, bu igid, bu adsız igidə ad verin. Dədə Qorqud gəlir, baxır, görür ki, kənddə nə qədər malqara var, hamısını kəsiblər. Deyir ki, belə bir axmağa mən nə ad verə bilərəm ki? Baxın, Dədə Qorqud klassik mənada, Oğuz mətnində gəlib buğaca, buğaya qalib gələn buğaca, buğac adını verirdisə və həmin dövrün adət-ənənəsində, həmin dövrün yaddaşında, qəhrəmanlıq tipologiyasında buğac adı bir qəhrəmanlığa işarə idisə, bugünün mətnində o bir ironik münasibətin nümunəsidir. O bir komik münasibətin nümunəsidir. Çünki qeyd etdiyimiz kimi bugünün əxlaqi, etik dəyərləri ona imkan vermir. Ancaq heç təsadüfi deyil ki, internetdə yaranan folklor nümunəsi də yenə də Dədə Qorqudun, yenə də Molla Nəsrəddinin həmin o klassik ənənəyə uyğun statuslarını qoruyub saxlayır. Dədə Qorqud ad verən
verən kimi çıxış eləyir, Molla Nəsrəddin gerçəkliyə ironik yanaşan kimi çıxış eləyir. Biz əslində siz müxtəlif misallar çəkdiniz, amma bunun digər bir tərəfi də var. Bugün biz görürük ki, tamam başqa nümunələr də təqdim olunmaqdadır. Bu, haradasa fərdi yanaşmaya bağlı olan bir şeydir, bu folklor nümunələrimiz. Müasir dövrdə daha çox ironik və yaxud da gülüş doğuracaq, lətifə bənzər yanaşmalar da biz tez-tez görürük. Bunlar da bu folklor nümunələri hesab oluna bilərmi, yoxsa? Təbii, sizin sualınız bizə o məsələyə diqqət yetirməyi vacib sayır ki, fərdi məsələ dediniz. 19-cu əsrdə, 1846-cı ildə meydana gələn bu anlayış 21-ci əsrdə yeni bir dərk olunma formasında izah olundu. Amerika folklorşünası, tanınmış görkəmli folklorşünası Alan Dandesin simasında folklora yanaşma yeni bir paradigmada ortaya çıxdı. Bu söz folk və lore'dən ibarətdir. Folk xalq deməkdir, lore isə məntiq deməkdir. Ancaq xalq kimdən ibarətdir? Xalq kimlərdən təşkil olunur? Belə bir yanaşma var. Fərd, kollektiv fərd. Hər bir folklor mətninin mahiyyətində o ilkin fərdin dünya görüşü var. Sadəcə o mətn İlkin doğuluşda da kollektiv reaksiyaya, kollektiv münasibətə uyğun doğulur, meydana gəlir. Və sonradan o dildən dilə, variantlaşa elə bir nümunəyə çevrilir ki, onun son nəticədə bir fərdin faktı yox, daha çox kollektivin rəyi kimi. Bu arada ənənəvi folklordan internet folkloru arasında fərqlərin çox ciddi... Təbii, siz çox ciddi məqama toxunursunuz. Təbii ki, fərq olmalıdır. Klassik folklor şifahi, sözə əsaslanan folklor idi. İnternet folkloru isə sözə, yazıya, şəkilə, müəyyən bir deməli, həm sözün, həm yazının ifadəsi olan hipermətnlərə çevrilir. Yəni təsir vasitələri daha güclü bunu adlandıra bilərik. Bəli. Yəni internetdə gözlə qəbul olunan informasiya, təkcə qulaqla deyil, gözlə qəbul olunan informasiya daha çox olduğuna görə biz monitor qarşısındayıq. Biz tutaq ki, hər hansı bir mobil telefonun monitoruna baxırıq, o informasiya gözə hesablanır, o vizual effektə hesablanır və daha diqqət yetirsək görərik ki, internet folklorunda meydana gələn folklor mətnləri təkcə sözlərdən ibarətdir, şəkillərdən ibarətdir, sxemlərdən ibarətdir və qeyd elədiyim kimi bu daha çox vizual emosiyalara hesablanır, vizual effektlərə hesablanır ki, bu təbii ki, istər şifahilik baxımından, istər müəlliflik baxımından, istər variantlıq baxımından klassik folklordan, yəni ənənəvi folklordan tamamilə fərqlənir. Bəli, ənənəvi milli folklorumuzun belə deyərdik, zəmanəyə uyğunlaşdırılması. Çünki müasir texnologiya inkişafından söhbət gedirsə, sözsüz ki, hər bir sahə təsir göstərdiyi kimi folklorumuza da öz təsirini göstərir və artıq belə deyə bir vəhdət təşkil edir, bir sintez olaraq bir-biri ilə bir bağlılıq var və məhz bu folklorumuza, milli folklorumuza internetə daxil edilməsi hansı üstünlüyü verir bizim folklorumuz üçün? Yəni bu dəyişiklik edib, bəli, amma bir üstünlüyü nədir onun? Əslində bu proses həm təbii yolla, həm də qeyd edildiyimiz kimi hansısa bir formada toplanmış folklor resurslarının virtual mühitə daxil edilməsi. Əgər bir tərəfdən qeyd elədiyimiz kimi rəqəmsal folklor nümunələrini biz hər hansı bir şəxs onu virtual mühitə olduğu kimi, yəni toplanmış folklor mətnlərini olduğu kimi daxil edirsə, digər tərəfdən internet həm də özü, o kommunikativ mühit özü folklor nümunələrinin meydana gəlməsinə səbəb olur. Yəni kommunikativ mühitin imkanları, qarşılıqlı ünsiyyət və o ünsiyyətə, o qarşılıqlı interaktiv reaksiya imkanlarının meydana gəlməsi, kommunikativ mühitin özünü qeyd elədiyimiz kimi mədəni bir mühitə çevirmişdir. O ki, qaldı sizin sualınızdakı üstünlük məsələsi, əlbəttə ki, milli mənəvi dəyərlərin qorunması, onun müasir informasiya, kommunikasiya imkanları səviyyəsində təqdim olunması, təbii ki, mədəniyyət siyasətidir, dövlətimizin bu sahədə kifayət qədər işləri var, qeyri-maddi mədəni irsin qorunması, onun UNESCO-da qeydiyyata alınması, bu işlər dövlətimiz tərəfindən ən yüksək səviyyədə həyata keçirilir və bunun bir korpusu kimi folklor mətnlərinin də informasiya kommunikasiya şəraitində, yəni internet mühitində daxil edilməsi, həm də bir milli mənəvi dəyərlərin qorunması məsələsidir. Təcrübəsiz, əgər bu milli folklor nümunələrdirsə və onun yeni bir formasıdırsa, bu qorunmalıdır, bu araşdırılmalıdır və bunun əhəmiyyəti bir daha önə çatdırılmalıdır, diqqətə çatdırılmalıdır. Bu işdə sizə uğurlar arzu edirik.
təşəkkür edirik ki, bu mövzuda danışdıq, məlumat verdik. Biz mütəmadi olaraq mövzuya müraciət edirik. Çünki müasir dövrün, müasir gətirdikləri gözəl nümunələr var. Onlar da araşdırılmalıdır, tədqiq edilməlidir. Niyə də ki, olmasın? Çünki dediyimiz kimi, müasir tələblər tamam başqadır və bunun başqa bir elmi yanaşma olmalıdır. Və bu elmi yanaşmadan danışdıq biz bu səhər. Minnətdarıq, çox sağ olun. Təşəkkür edirik, uğurlar sizə.